Salam dəyərli dostlar, mən Elnur Salahov. Mən sizə Excel-də səhvələr arasında ən qısa yollarla gəzmək üsulunu anlatmaq istəyirəm. Gördüyünüz kimi məndə bir çox səhvələr var. Bu ola bilsin ki, bəzi Excel-dən daimi istifadə edən istifadəçilər ümumiyyətlə çox olsun. Bunun üçün Excel-in əslində bizə verdiyi funksiyalar var ki, məsələn aşağıda gördüyünüz kimi ox işarələri ilə mən sağa, sola gedərək də səhvələr arasında istədiyim səhvəyə daxil ola bilərəm və yaxud da oxların hər hansı birinin üzərində mausun sağ düyməsini tıklayaraq da o düymələr arasında gedə bilərəm. Amma mən istərdim ki, bunu ən qısa yolunu özümüz quraq və bu zaman biz belə bir qısa yol adlı bir səhvə yaradırıq və işləmə başlayırıq. İlk öncə qısa yol adlı səhvə yaradırıq və sonra düymələr, belə deyim də, düymələr seçirik. Düymələri insert düyməsindən olan, məsələn, Sharpies-dən də seçə bilərik. Mən Sharpies-i seçək. Və məsələn, belə bunu kopyalavat edirəm. Gördüyünüz kimi çoxaldıram. Baxın, gördüyünüz kimi çoxaldıram. İstədiyim, yəni ki, düyməyə istədiyim əslində fiquru verə bilərəm. Mən sadəcə çox vaxt getməsin deyənə həm bu fiquru vermirəm, həm də ki, dəyərli dostlarımızdan bu bölmə haqqında geniş məlumatları var. Mən sadəcə insertdən hyperlink vasitəsilə qısa yolun səhvələr arasında olan qısa yolun yaradılmasından bəhs etmək istirdim. Gördüyünüz kimi biz artıq düymələri yaratdıq və yaxşı olar ki, bizim aşağıda nə qədər səhvəmiz varsa, onun sayı qədər düymə yaradaq. Mən sadəcə bunu şərti olaraq yaratdım. Məsələn, balans var. Məsələn, qısa yolu olan bölməmizi, səhvəmizi ən başa qoyuruq. Məsələn, balans. Mən istəyirəm ki, qısa yolla balans arasında elə bir aktiv düymə, bu düyməni aktiv edim. Bunun üçün mən düymənin üzərinə gəlirəm, sağ mausun sağ düyməsini basıram və burada hyperlink. Gördünüz mü? Burada da var hyperlink, burada da var. Eyni funksiyanı daşıyır, edə bilərik. Hyperlink və buradan açılan pəncərədən biz palette in this document. Palette in this document. Yəni hal-hazırda istifadə olunan səhvə dokumentin içindəki səhvələr arasında olan əlaqəni yaratmaq üçündür bu. Burada gördüyünüz kimi mənim bütün səhvəmdə olan səhvələrdə adları hamısı buraya qeyd olunub. Mən birinci olaraq balansla qısa yol arasında olan qısa yolu yaratmaq istəyirəm və gördüyünüz kimi burada qısa yolun üzərində gələrək bir dəfə tıklayıram və sonra OK düyməsini basıram və istəsəm buraya da edit deyərəm. Buraya da balans yazıram. Balans yazıram və gördüyünüz kimi baxın, onun üzərinə vurduqda, balansın üzərinə vurduqda, bir dəqiqə onu mən daha yaxşı qeyd edim yazım ki, oxuna bilsin. Baxın, balansın üzərinə vurduqda o artıq avtomatik olaraq ikinci balans olan səhvəyə keçir. Mən istəyirəm indi balans olan səhvə ilə də bölmə ilə də daha doğrusu qısa yola yenə də qayıda bilim. Bu zaman yenə də balansın olan səhvənin üzərinə gəlirik. Ürəyimiz istəyən yerdə, fərqi yoxdur, istəsək burada, istəsək burada, ürəyimiz istəyən yerdə yenə də insert bölməsindən Sharpies-i seçirik və burada yenə də düymə funksiyasını daşıyacaq olan fiqurumuzu yerləşdiririk və yenə də bunu hyperlink də avtomatik olaraq artıq bizdə
səhifələrimizin adı yazılan bölümü açılır və onunla da qısa yol edirik. Baxın, mən artıq oradakı düyməyə basaraq qısa yoldakı balans düyməsinə toxunaraq balansa ən qısa və ən sürətli yolla keçdim. Beləliklə biz insertdən hyperlink vasitəsilə ən qısa yollara, səhifələrimiz arasında olan ən qısa yollara sürətlə keçə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.